Salam, mənim adım Qasım Nərmandır. Uşaq vaxtı mən əşyalar düzəltməyə böyük həvəsim var. Rəsm də çəkməyi sevirəm. Sadəcə uşaq vaxtı rəsmlərin çox sadə və çox yaslı olmağı məni heç vaxt qane eləmirdi. Həmişə əşyaları dörd tərəfindən baxmağı sevirdim. Bu da mənim əl işlərimin bəzilərindən biri. Əl işlərimi çox vaxtı tullantılardan istifadə edərək düzəldirəm. Məsəl üçün bu dükanın qabağında olan qazonlandır. Bu Barbie kuklasıdır və köhnə əsgər formasından götürülüb kəsilib. Bu isə şəhidlərin şəklidir. Altı isə qutudur, ayaqqabı qutusudur demək olar. Bu isə 1 iyun uşaqların beynəlxalq müdafiəsi günündə işlətdiyim əl işlərdən biridir. Burada olan sadəcə bir penoplastdan quş maketi düzəldilib, kağızdan qanadları düzəldilib, qlobus isə topdur, biraz da əl qabiliyyəti, rəsm çəkmişəm və burada da uşaqların şəkli. Bu isə mənim sinif yoldaşım Cəfərli Nurayla 7-ci sinifdə olarkən düzəltdiyim əl işlərdən biridir. Not üçün olan pinlərdən və iplərdən düzəltmişik. Bunlar isə rənglənmiş aboy kantı və arxa fon isə evdə istifadə olunmayan artıq qalmış aboydandır. Bu isə yeni ilə düzəltdiyim əl işlərdən biridir. Bu istiləndirmə sistemindən artıq qalan plastik turba, altında banka, karton, penoplast, üstdəki bəzəklərdən biri isə listurdan artıq qalan taxta hissələrdən biridir. Özəki işləyir. Gəlin yandıraq. Da yanır. İçindəki isə artıq qalan yeni il bəzəklərindəndir. Diplomlarımın isə çox olduğunu qeyd etməliyəm. Bunlardan biri isə Heydər Əliyevin ilinə həsr olmuş fövqəladə hallar uşaqların gözü ilə müsahibəsində iştirakda yer tutduğuma görə Kəmaləddin Heydərovun imzası ilə diplom.